Bilirsən, üzərinə 5W30 yazılmış 2 ayrı mühərrik yağı avtomobilə elə ayrı-ayrı təsir göstərə bilirmiş. Bəli, düz eşitdiniz. Tərkibi, keyfiyyəti və hətta mühərrikə təsiri belə. Çünki əsas məsələ onun nədən hazırlandığıdır. Yəni, mənbə nefti nədir? Məsələn, Norveç nefti. Norveç nefti təmizdir, yüngüldür və az kükürtüdür. Yəni, avtomobilin mühərrikini təmiz saxlayır və sürtünməni də azaldır. Amma çirkli, belə çox kükürtlü yağlar isə avtomobilinizin mühərrikini sürətlə qocaldır və qatranlaşmanı artırır. Necə deyərlər, yağ alanda biraz araşdır. Onu nədən hazırlayıblar və o hansı sinfə aiddir? Məsələn, Belko yağının mənbə nefti Norveç neftidir. Digərlərini bilmirəm. Bilsəydim, deyərdim. Amma mən bazarda bizim mühərrik yağlarımız filan ölkənin neftindən hazırlanıb kəlməsini də eşitməmişəm. Çünki, məsələn, yaxın şərqdə çıxan neftin tərkibi ilə Rusiyada çıxan neftin tərkibi tamamilə fərqlidir. Konkret misal çəkim. Məsələn, Rusiyada çıxan neft ağırdır və o daha çox emal olunmalıdır. Orta şərqdə, yaxın şərqdə çıxan neft parafinlə zəngindir. Məsələn, o istiliyə davamlıdır. Amma Norveç nefti yüngüldür, az kükürtlüdür və avtomobilinizə daha çox xeyir verəcək. Ona görə araşdırmaq və yenə də araşdırmaq.